Salam uşaqlar. Bugünkü mövzumuz 6-cı sinif yeni dərsliyindən olan mürəkkəb ədədin sadə vurğulara ayrılışıdır. Sadə ədədləri keçmişik, izahını da vermişik, aid olan tapşırıqları da yazmışıq. İndi isə mürəkkəb ədədin sadə vurğulara ayrılışına başlayırıq. Deməli, mürəkkəb ədədi sadə vurğulara ayırmaq üçün bu ədədi sadə ədədlərin hasil şəklində göstərmək deməkdir, ümumiyyətlə. Necə mürəkkəb ədədlər sadə vurğulara ayrılır? Məsələn, deyək ki, hər hansı bir ədəd götürürük. 24. Biz baxırıq ki, birinci bu verilən ədədimiz 2-yə bölünür ya bölünmür. Bölünürsə, bölmə əməlini yerinə yetiririk. Bilirik ki, 24 2-yə bölünür. 24-ü 2-yə böldüyümüz zaman 12-dir. Sonra baxırıq ki, 12 2-yə də bölünür. Bəli, bölünür. 12-ni 2-yə böləndə 6 edir. 6 da 2-yə bölünür. 6-nı 2-yə böləndə 3 edir. Artıq 3 2-yə bölünmür. 2-dən sonra gələn sadə ədədim hansıdır? 3-dür. 3-dən sonra gələn sadə ədəd 5-dir, 7, 11. Bu şəkildə davam edir də bu. Bunların hamısı alınan qismət məsələn 2-yə bölünürsə, bölmə davam etdirilir. Qismətdə 1 alınana qədər bölmə əməlimiz yerinə yetirilir. Yəni 3-ü 3-ə böləndə alınır 1. Bura 1 yazdığımız zaman deməli bizim ədədimiz sadə vurğulara ayrılıb. Yenə təkrar edirəm. Burada bizim bilməli olduğumuz şey ədəd 2-yə bölünürsə 2-yə bölə-bölə davam edirik. Əgər bölünmürsə, baxırıq görürük ki, 2-dən sonra gələn sadə ədədlərdən hər hansına bölünürsə onu qeyd edirik. Bu şəkildə burada məsələn xətlə ayırma var, bir də vurğular ağacı var. Vurğular ağacı da nə deməkdir? Məsələn 24-ü biz necə yaza bilərik? 24-ü məsələn yazaram ki 2 vurulsun 12 kimi. 2-ni 12-yə vuraram 24 ilə. 12-ni necə yazaram? 2 vurulsun 6 kimi. 6-nı necə yazaram? 2 vurulsun 3 kimi. Və biz bunu 2 vurulsun 6 bu şəkildə saxlaya bilmərik. Axı biz demişik sona qədər getməlidir də. 1 alınana qədər, yəni 3 burada heç nəyə ayrılmır, axı 2 də heç nəyə ayrılmır. Qismətdə 1 alınana qədər bu misalımız davam etdirilir. İndi isə gəlin misallara baxaq, onlar üzərində işləyəndə daha aydın olacaq. Deməli, misalımız nömrə 8. Nömrə 8 deyir ki, hansı hasil müəyyən ədədin sadə vurğulara ayrılışıdır? Gəlin mən bunların hamısını köçürüm. Sonra onun üzərində izah verək. Misalımızı yazdıq, bir daha oxuyaq. Hansı hasil müəyyən ədədin sadə vurğulara ayrılışıdır? Biz yenə təkrar edək. Biz demişik ki, sadə vurğulara ayrılışda hər zaman, bax burada göstərdiyimiz kimi, sadə ədədlər olmalıdır. Sadə ədədlər olmalıdır. Sonucular sadə ədədlər olmalıdır. Yəni, mürəkkəb ədəd ola bilməz. Deməli, biz bunları vurub, məsələn, cavabını yazaq. Birində cavablarını yazaq, sonra yenidən izah edəcəm. Bunları vurduğumuz zaman 108 edir. 24, 8, 360, Y variantında 120, F variantı 6480, G variantı 3780, H da 73250. Qiymətlərimiz də budur. Bizə sadə vurğuları hansı ayrılışı doğrudur, onu göstərməyi soruşur bizdən. Baxırıq ki, 2 vur 2 vur 3 vur 3. Sadə ədədlərdir. Bu doğrudur. 2 vurulsun 3 vurulsun 3 vuraq 6 yazıb. 6 olmamalıdır. Sadə vurğuların ayrılışında mürəkkəb ədəd ola bilməz. Hamısı sadə ədəd olmalıdır. Ona görə bu yanlışdır. Bu doğrudur. Burada baxırıq. Burada məsələn deyə bilərsiniz ki, 2 vurulsun 3 8 eləyir. Axı onu niyə doğru götürürsünüz? Xeyr, 2 vurulsun 2 üstü 3 nə deməkdir? 2 vur 2 vur 2 vur 3 vur 3 vur 5. Açıq şəkildə bu hissəni açıq şəkildə belə yazılır. Yəni 360 sadə vurğulara ayrılan zaman bu şəkildə ayrılır. Ona görə bu doğrudur. Burada mürəkkəb ədəd yoxdur axı. Bu 2 üstü 3'lər sizi çaşdırmasın, yəni hesablayanda. Burada 10 ola bilməz.
6 ola bilməz. Bu doğrudur, bu da doğrudur. Bu şəkildə. Sonra 9-cu. 9-cuda deyir ki, ədədləri sadə vurğulara ayırın. Gəlin hər birini ayıraq. Burada yerimiz çatana qədər ayıraq, sonra keçərik o biri hissəyə. Deməli 45-dən başlayaq. 45 baxırıq ki, 2-yə bölünür? Yox, bölünmür. 2-dən sonra gələn sadə vuruq hansıdır? 3-dür. 3-ə bölünür? Bəli, bölünür. 45-i 3-ə böldüyümüz zaman 15 edir. 15 3-ə bölünür. Deyirsiniz ki, 15 5-ə də bölünür də. Xeyr, əgər birinci 3-ə bölünürsə, onu yazırıq. Əgər 3-ə bölünmürsə, sonra artıq 5-i yazırıq. 15-i 3-ə böldüyümüz zaman 5, 5-i də 5-ə böldüyümüz zaman 1 edir. 60. 60'ı 2'ye böldüğümüz zaman 30 edir. 30 2'ye bölünür, 15 edir. 15 3'e bölünür artıq, 5 edir. 5'i de 5'e böləndə 1 edir. 54. 54 2'ye bölünür. 2'ye bölündüğü zaman edir 27. 27 2'ye bölünmür, 3'e bölünür. 27'ni 3'e böldüğümüz zaman 9. 9 3'e bölünür, 3. 3'ü de 3'e böldüğümüz zaman 1. 75. 75 2'ye bölünmür, 3'e bölünür. 75'i 3'e böldüğümüz zaman 25. 5'e böldüğümüz zaman 5. 5'e böldüğümüz zaman 1. Sonra 88. 88'i 2'ye böləndə edir 44. 44'ü 2'ye böləndə 22. 22'ni 2'ye böləndə edir 11. Baxırıq 2'dən sonra gələn sadə vuruğum 3'dür. Sadə ədədim 3'dür. 11 3'e bölünür, xeyr. 3'dən sonra gələn 5'dir. 11 5'e bölünür, xeyr. Sonra 7'dir. 11 7'ye bölünür, xeyr. Amma 11 ilə 11'ə bölünür. Siz bunu hər dəfə 2, 3, 5, 7 kimi yoxlamağa ehtiyacınız yoxdur. Sadəcə sizə izah üçün bu qədər geniş deyirəm. 11'i görən kimi onsuz da bilirsiniz ki, 11 11'dən başqa nəyə bölünür? Heç nəyə bölünmür. Nömrə 9'u burada qeyd edək. Çünki uzun olur. Verək çatmır. Deməli, 90'ı 92'ye böləndə 45 edir. 45 3'e bölündüğü zaman 15, 3'e bölündüğü zaman 5, 5 bir şəklində yazılır. Sonra 120. 120'ni 2'ye böldüğümüz zaman 60, 2'ye böləndə 30, 2'ye böləndə 15, 3, 5, 5, 1. Sonra 160. 2'ye böləndə 80, 2'ye böləndə 40. 2 20, 2 10, 2 5, 5 1. Bu şəkildə yazırıq. Sonra 140. 140'ı 2'ye böldüğümüz zaman 70. 70'i 2'ye böldüğümüz zaman 35. 35 5'e bölünür. 7. 7 de 7'ye bölünür. 1. Sonra 225. 225'i 3'e bölünür. 75. Sonra 75 3'e bölünür. 25. 25 5'e bölünür. 5. 5'e bölünür. 1. Sonra hansı gəlir? 240. 240'ı biz 2'ye böldüğümüz zaman 120. 2'ye böldüğümüz zaman 60. 2'ye böldüğümüz zaman 30. 2'ye böldüğümüz zaman 15. 3 5 5 1. 264. 264'ü 2'ye böldüğümüz zaman 132. 2'ye böldüğümüz zaman 66. 2'ye bölündüğü zaman 33. 3'e bölündüğü zaman 11. 11'i de 11'e böləndə 1. Sonra 324 gəlir. 324'ü 2'ye böləndə 162. 2'ye böləndə 81. 81 3'e bölünür. 27. 27 3'e bölünür. 9. 3'e bölünür. 3. 3 bu da 1. Sonra 360. 360'ı 2'ye böldüğümüz zaman edir 180. 2'ye böldüğümüz zaman edir 90. 2'ye böldüğümüz zaman 45. 3 15. 3
5, 5, 1. 420. 420'ni 2'ye böldüğümüz zaman edir 210. 2'ye böldüğümüz zaman edir 105. 3'e böldüğümüz zaman edir 35. 5'e böldüğümüz zaman 7, 7, 1. Bu da belə. Sonra nömrə 9 yenə ardı. Biraz bu uzun çəkdi. 420'de qalmışdıq 500. 500'ü 2'ye böldüğümüz zaman edəcək 250. 2'ye böldüğümüz zaman edəcək 125. 5'e böldüğümüz zaman edəcək 25. 5, 5, 5, 1. Sonunculara doğru gedirik. 625. 625 neçəyə bölünər? 5'e bölünər. 125. 5'e bölündüğü zaman 25. Bu şekilde. 320 ve sonuncusu 2'ye böldüğümüz zaman 160. Çok baş ağrısı olmasın. Çok danıştık. 12, 5, 5, 1. Doğru. Bu şekilde. Bu şekilde yazdık. Növbəti 10. misal. Nömrə 10. Ne deyir? Deyir ədədin sadə vurğulara ayrılışında nedir? Ayrılışından istifadə edərək bütün bölənlərini tapın. Tapaq. Bu ne deməkdir? Yəni birinci ədədin özünü tapmalıyıq. Sonra həmin ədədin bölənlərini yazmalıyıq. Sadədir. Misallarımızı yazaq. 2'ni 3'e vurduğumuz zaman edir 6. Biz 6'nın bölənlərini yazmalıyıq. Məncə hər kəsə aydındır da. Əgər bu videoya qədər gəlib izləmisinizsə, məncə siz bölənləri tapmağı bilməlisiniz. 1, 2, 3, 6. Sonra ikincisi 5 vurulsun 7, 35'dir. 35'in bölənlərini yazaq. 1, 5, 7, 35. Üçüncü 5 vur 7 vur 11. Bunun cevabı edəcək 385. 385'in bölənlərini yazmalıyıq. 1, 5, 7, 11, 35, 55, 77, 385'in özü. Dördüncüsü 2 vur 2 vur 7 beraberdir 28. 28'in bölənləri 1, 2, 4, 7, 14, 28. Beşincisi 2 vur 3 vur 3 edir 18. 18'in bölənləri 1, 2, 3, 9, 18. Sonuncusu beraberdir 125. 125'in de bölənləri 1, 5, 25, 125. Bu şekilde. Növbəti 11. tapşırığımız. Deməli uşaqlar, nömrə 11. 11'dən üstündə yazılıb diqqət, yəni misalın üstündə. Deyir, bölünmə əlamətlərindən istifadə etməklə mürəkkəb ədədə sadə vurğuları ayırmaq olar. Bunun üçün ədəd istənilən üsulla 2 vurğun hasil şəklində yazılır. Sonra hər 2 vuruq 2 ədədin hasil şəklində yazılır. Bu qayda vurğular sadə ədədlər olana qədər davam elətdirilir. Burada bir nümunə verib. Mən indi misal üzərində sizə daha geniş izahat verəcəm. Deyək ki, ədədləri əlverişli üsulla sadə vurğuları ayırın. Əlverişli üsulla sadə vurğuları ayırmaq həmən buna necə deyək? Buradakı kimi vurğular ağacı da demək olar da. Aha. Biz 56'nı gəlin birinci necə edək? 56'nı biz sadə vurğularına ayıraq. Deməli, 56'nın sadə vurğuları ayırdığımız zaman 56'nı 2'ye böldüğümüz zaman edir 28. 28 2'ye gedir 14. Bu şekilde ayırdıq. Biz indi 56'nı bu vurğular ağacı kimi 2 dənə sadə, ümumiyyətlə sadə yox, 2 dənə vurğun hasil şəklində yazılır. Mürəkkəb ədəd də ola bilər, sadə ədəd də ola bilər. Məsələn, mən yazaram ki, 7 vurulsun 8. 7, 8'im 56 edir də. Bu onsuz da 7 sadədir.
Bunu şaxələndirməyimizə heç ehtiyac yoxdur. Gəlin 8-i şaxələndirək. 8-i necə yazaram? 2 vurulsun 4 kimi yazaram. 4-ü necə yazaram? 2 vurulsun 2 kimi yazaram. Baxsaq, 7, 2, 2, 2. Gördünüz? 56-nın ilə vuruqları alındı. Sonra yazaq 80-i. 80-i 2-yə bölək 40. 2-yə bölək 20. Sadə vuruqlarını yazdıq. İndi 80-i biz necə yazarıq? 80-i deyək ki, 16 vur 5 kimi yaza bilərəm. 5 olduğu kimi onsuz da qalır. 16-nı necə yazarım? 16-nı 4 vurulsun 4 kimi yazarım. 4-lər necə olar? 2 vur 2, 2 vur 2. 2, 2, 2, 2, 4 dənə 2, bir dənə də 5. Ümid edirəm ki, aydın oldu. Yəni biz məsələn bu ifadəni bu şəkildə saxlaya bilmərik. 4 vur 4 kimi saxlaya bilmərik. Sadə, bax burada deyir ki, bu qayda ilə vuruqlar sadə ədədlər olana qədər davam elətdirilir. Bunlar da hamısı sadə ədədlərdir. Aldığımız sonuncu cavablar. Sonra 88. 88-i yenə ayıraq. Buradan yazaq ki, hamısına yer çatsın. Necə yazaram? 8 vurulsun 11 kimi. 8-i necə yazaram? 2 vurulsun 4 kimi. 4-ü necə yazaram? 2 vurulsun 2 kimi. Sonraki 170. Sadə vuruqları ayıraq. Seksen beşi 5'e böldüğümüz zaman edir 17. 17'nin de 17'ye 1. Dilebilirəm 75'dir. Bu şekilde yazdık. Sonra 170'i biz necə yazarıq? Yazarıq 17 vurulsun 10 kimi. Onu da 2 vurulsun 5 kimi. Sonra 150. 150'ni 2'ye böldüğümüz zaman 75. 3'e böldüğümüz zaman 25. 5'e böldüğümüz zaman 5, 1. Deməli 150'ni necə yazırıq? 6 vurulsun 25 kimi. 6 gelir 2'ye 3'e. 25 de 5. 5 kimi yazılır. Sonra 280. Bu şekilde sade vuruqları ayırdıq. 280 yazarıq. 14 vurulsun 20 kimi. 14'ü necə yazarım? 2 vur 7 kimi. 20'ni 4 vurulsun 5 kimi. 4'ü de 2 vurulsun 2 kimi yazarım. Sonra hansı gəlir? 225. Sadə vuruqları ayıraq. Deməli 225'i yazarıq. 15 vurulsun 15 kimi. Bunları da 3, 5 olaraq ayıra bilərik. Deməli 2'ye böləndə 150, 2'ye böləndə 75. 300'ü deməli necə yazırıq? 6 vurulsun 50 kimi. 6'nı 2'ye 3'e. 2 ilə 25. 5, 5. Və sonuncusu 400. Bu şekilde 2 ilə 5. Bunu yazarıq 8 vurulsun 5 kimi. Bunu yazarıq 2 vurulsun 4 kimi. 4'ü de yazarıq 2 vurulsun 2 kimi. Bu şekilde. Bu bitti. Sonra nömrə 12.
Yer tərəflərinin uzunluğu natural ədədlərlə ifadə olunan düzbucaqlının sahəsi hansı halda sadə ədəd ola bilər? Bu düzbucaqlının perimetri sadə yoxsa mürəkkəbdir? Bu məsələn, biz bilirik ki, perimetr P bərabər 2 vurulsun A üstə gələk B, S sahə də bərabər A vurulsun B-yə. Deyək ki, A ilə B hər hansısa sadə ədədlər götürsək, məsələn, deyək ki, A-nı götürək 2, B-ni götürək 3. S-i tapdığımız zaman 2-ni 3-ə vuracaq, 6 alınacaq. P-ni də tapdığımız zaman 2-ni vuracaq, 2 üstə gələk 3, yəni 5-ə edəcək 10. İstənilən halda o mürəkkəb ədəd alınacaq. Yəni, sadə ədəd olmayacaq. Perimetri də, sahəsi də mürəkkəb ədəddir. Ədədlərdir, belə yazaq. Hər ikisi mürəkkəb ədəd alınır. Növbəti misalımız 13. 13-cü misalda nə deyir? Baxaq. Nömrə 13. Səbinə var, bir dənə də anar var. Səbinə 120-ni sadə vurğulara ayrılışın bu şəkildə yazıb. Anar da bu şəkildə yazıb. Səbinə və anar 120 ədədini sadə vurğulara ayırdılar. Kimin cavabı doğrudur? Sizcə kimin cavabı doğru olacaq? Əlbəttə ki, Səbinənin cavabı doğru olacaq. Niyə? Çünki biz demişik ki, 6 olmamalıdır. Sonra nömrə 14. Deyir, tədbir zamanı 91 kökəni boşqablara bərabər paylamaq istədilər. Kökələri paylamaq üçün ən azı neçə qab lazımdır? Bu halda hər qabda neçə kökə olar? Birinci biz bunu yazmaqdan ötürü nə etməliyik? 91-i gəlin sadə vurğulara ayıraq. 91-i 7-yə böldüyümüz zaman 13, 13, 1. Burada da bizdən soruşur ki, ən az neçə qab lazımdır? Ən azı 7 qab lazımdır. Buradan göründüyü kimi. Bu hər 7 qabında içərisində hər qaba 13 kökə düşəcək. Aydın oldu. Bizdən soruşsaydı ki, ən çoxu neçə qab lazımdır? Deyərdik 13. Onda da hər içərisində 7 dənə kökə olardı. Bu şəkildə. Sonra 15. Deməli, nömrə 15. Deyir, rəsm dərnəyində müəllim 55 karandaşı şagirdlər arasında bərabər payladı. Sonra o 22 fırçanı da bu uşaqlar arasında bərabər payladı. Hər uşağa neçə karandaş və neçə fırça düşdü. Gəlin öncəliklə 55 ilə 22-ni sadə vurğulara ayıraq. Gördünüz, eyni sayda burada vuruq var. Buradan göründüyü kimi. O zaman nə olur? Biz bilirik ki, 11 dənə şagird oldu. 11 şagird oldu. Hər şagirdə, bu karandaşın cavabı idi də. Bu karandaşdır. Bu da fırçadır. Fırçadır, səhv eləmirəmsə. 11 dənə şagird varsa, hər birinə 5 dənə karandaş düşür. Və 2 dənə fırça düşür. 11-i 2-yə vuranda 22 edir, 11-i 5-ə vuranda 55 edir. Bu şəkildə. Və sonuncusu, nömrə 16. Bundan da bizim mürəkkəb ədədlərin sadə vurğulara ayrılışı mövzumuz bitir. Bundan sonra yeni mövzumuz başlayacaq. Deməli, deyir ki, buradan belə göstərim sizə tam. Parkda deyir 6 nəfər var. Onların hər birinin yaşını ifadə edən ədəd sadə ədəddir. 5 nəfərin hər biri ən kiçiyindən uyğun olaraq 2, 6, 8, 12, 14 yaş böyükdür. Parkdakı adamlardan ən kiçiyinin neçə yaşı var? Biz bunu tapmalıyıq. Deməli, buradan görürsünüz, yəqin ki, kitabınız var, ona görə tam düşmür. Buradan izah eləyəcəm. Deyir ki, parkda 6 dənə nəfər var. Onların hər birinin yaşını ifadə edən ədəd sadə ədəddir. Deməli, 5 nəfərin hər biri ən kiçiyindən uyğun olaraq 2, 6, 8, 12, 14 yaş böyükdür. Parkdakı adamlardan ən kiçiyinin neçə yaşı var? Biz bunu necə taparıq? Məsələn, hələ başlayaq götürək ən kiçik sadə ədəddən götürək də, sadədə soruşuruz da bizdə. 2-ni götürək. 2-nin üstünə 2 gəldiyimiz zaman edir 4. Bizə sonuncusu da, yaşları da
sadə ədəd eləməlidir deyir. Deməli bu 2 deyil. 3 ilə götürək. 3-ün üstünə 2 gələk. 5. Hə. Sadə aldıq. Sonra həmən bu 3-ün üzərinə 6 gətirək. Çünki niyə 6 gətiririk? Deyir ki, 5 nəfərin hər biri ən kiçiyindən uyğun olaraq 2, 6, 8, 12, 14 yaş böyükdür. Yəni üzərinə gəlməliyik də. 3-ün üstünə 6 gələndə elədir 9. Baxdıq ki, 9 mürəkkəb ədəddir. Olmaz. Sonra 5-ə keçək. Gəlin baxaq. 5 üstə gələk 2 edir 7. 5 üstə gələk 6 edir 11. 5 üstə gələk 8 edir 13. 5 üstə gələk 12 edir 17. 5 üstə gələk 14 edir 19. Fikir versəz, hər biri sadə ədəddir. Aydın oldu. Bu şəkildə yazıldı bu da. Ən kiçiyinin neçə yaşı var? Ən kiçiyinin 7. Daha doğrusu ən kiçiyi 5'dir, sonra 7'də 6 nəfər olur axı. Bu şəkildə yazıldı. Belə, bugünlük də mövzumuz bu qədər. Yeni mövzularda görüşmək ümidi ilə fikirlərinizi yorumlar səsində bildirməyi unutmayın.